Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində ölkədə ilk tam formatlı plastik və rekonstruktiv cərrahiyyə klinikasının açılışı olub. Səhiyyə Nazirliyi yeni klinikaya mediatur təşkil edib. Klinikanın baş həkimi Dilqəm Məmmədov isə mediatur zamanı jurnalistlərə bildirib ki, klinika yüksək ixtisaslı tibbi xidmətə əlçatanlığı təmin edəcək, əlillik hallarını və funksional itkiləri azaltmağa, pasientlərin həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət edəcək. Burada psixoloji və sosial reabilitasiya xidmətləri göstəriləcək, estetik problemlərin həlli insanların özünə inamının artmasına dəstək verəcək. Dilqəm Məmmədov qeyd edib ki, klinika tədris və praktikanın inteqrasiyası ilə fərqlənir. Klinika rezidentura və ixtisas artırma bazası kimi fəaliyyət göstərəcək, müxtəlif tibb sahələri üzrə mütəxəssislərlə multidisiplinar əməkdaşlıq quracaq. Müasir texnologiyalar, beynəlxalq protokollar və elmi tədqiqat işləri burada əsas prioritet olacaq. Klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika, mamoplastika, liposaksiya, abdominoplastika, üzgərmə kimi estetik əməliyyatlar icra olunacaq. Klinikada peşəkar komanda çalışacaq. Burada yüksək ixtisaslı plastik cərrahlar, anestezioloq, reanimatoloqlar, reabilitoloqlar, psixoloqlar və beynəlxalq təlim keçmiş mütəxəssislər fəaliyyət göstərəcək.